Hər zaman şükür eləyən insan idim, amma bu vəziyyətimdə mən daha çox şükür eləməyə başladım. Hər saniyə şükür eləməyə başladım. Çünki mən bu vəziyyətə düşəndən sonra Allaha dedim ki, ay Allah, çox sağ ol ki, çox şükür ki, mənim əllərimi və ayaqlarımı mənə bağışlamısan. Qalmağım belə özü möcüzədir. Mənim bugünkü gün bu mübarizəni aparmağım belə özü böyük bir möcüzədir. Ona görə də hər saniyələrinə şükür eləsinlər və belə vəziyyətə düşən insanlar varsa, əsla düşünməsinlər ki, mənim həyatım məhv oldu. Bəlkə də sizin həyatınız hələ indi başlayır. Mən hardasa 7-8 saat gün ərzində müalicələrdə oluram, fizioterapiyalarda oluram, mübarizə aparıram və desəm ki, psixoloji olaraq çox asandır, bunu yalan demiş olaram. Çünki mən ilk gündən demişdim ki, fiziki mən bunu qaldıra bilərəm. Bu ağrılara da dözərəm. Yəni, inanın, mənim o qədər ölümcül ağrılarım olub ki, mən hətta bəzən öz ailəmə belə o ağrılarımı göstərməmişəm ki, onlar pis olmasın. Mən bütün əllərimi dişləy eləyirdim o ağrılardan. Yəni, nevropatik ağrılar bilirsiniz də, çox şiddətli ağrılardır və onlara dözmək çox, belə deyim də, böyük bir ürək tələb eləyir. Hərdən deyirəm ki, mənim ürəyim, belə deyim də, yara bağlayıb. Mən bugünkü gün 27 yaşımda özümü 50 yaşında qadın kimi hiss eləyirəm. Desəm ki, peşmanam, yox, deyiləm. Ən azından daha tez böyüdüm, gözüm açıldı, ətrafımdakı insanları tanıdım. Bildim ki, kimlər doğrudan da səmimidir, kimlər məni doğrudan da çox sevir, kimlər isə sadəcə artistlik eləyir ki, bunları da çox gözəl bilirəm və üzlərinə də demişəm, yaşamaq şansın çox olacaq. Bugünkü gün bizim əgər sürətimiz olmasaydı, mən bugünkü gün bu vəziyyətdə olmayacaq idim bəlkə də. Ümumiyyətlə yatmışdım və mən avariya zamanı oyanmışam. Mən ümumiyyətlə yatmışdım və biz o yolu gedəndə mən özüm sükan arxasında olmuşam. 60-70-dən o tərəfə sükan arxasında olanda sürməmişəm. Baxmayaraq ki, o yol sürətli yol idi və orada fərq etmir də, neçə ilə sürürsənsə sür. Amma bu maşında başqa ailənin övladları oturub. Mən hansı ixtiyarla ümumiyyətlə sürət aşa bilərəm? Mənim buna ixtiyarım yoxdur. Amma bugünkü gün mən sürətin qurbanı olmuşam. Nə qədər də ki, insanlar bunu boynunlarına almırlarsa, orada sürət olub.